Salam, Gəncə adlı Səlamiyə doğru gedən bu yolun ayrıcında dayandıq. Dayandıq ki, daha bir Gəncə məhəlləsinin, qədim Gəncə məhəllələrindən birinin dünəninə, keçdiyi tarix yoluna nəzər salaq. Bu minvalla gəlib çıxdıq Şahsevənlər məhəlləsinə. Gəlin bu məhəllənin Gəncə məhəllələri içərisində tutduğu mövqeyə, məhəllənin özünə məxsusluğuna çevrilən bəzi amillərə birlikdə şahidlik edək. Şəhristanın günbatan hüdudlarında, Quruqopunun şərqində Şahsevən məhəlləsi yerləşirdi. 17-20-ci əsrlərdə bu məhəllə Varovski və Gəncə küçələrinin Komsomol küçələrinədək olan hissəsi, Vatutin, Şota Rustavelli, Çerniaxovski, Məmməd Səid Ordubadi və Eminbəyli küçələrinin müvafiq hissələrinin tutduğu ərazi ilə məhdudlaşırdı. O quzeydən su tökülən Qıllılar, Günçıxandan Toyuqçu, Qaramanlı, Ozan, güneydən Şərəfxanlı, Noraşen məhəllələri, günbatandan isə Quruqobu ilə əhatələnirdi. Şahsevən qadanın 4-cü məktəbin, 4 nömrəli məktəbindən bu saat Varovski küçəsi deyiləm o. Varovski küçəsi ilə Gəncə küçəsi ikisi. O territoriyanın cəmaatına Şahsevənlər deyirlər. İndi bunlar Şahsevənlərdirmi, Şahsevənlərdirmi deyənmərəm, Şahsevənlər bilirəm mən. Şahsevənlər deyilən ki, demək, İstirahat Texnikumun yanından başlayır, 4 nömrəli məktəbin yanında Şahsevənlər qutardı. Bir də ki, qaldı Şahsevənlərin dölmələri var da, birinci dölmə, ikinci, üçüncü, dördüncü və ilaxı. Üçüncü yoxdur, iki dölməsi var, qalan dalandır. Bəli, tərkibində var idi, Qıllılar küçəsi, ondan tərkibində var idi, su tökülən qəbristanlıq olubdur, adları olub, onların adı elə olubdur. Bunlar da olub Şahsevənlər. Ondan sonra çözdülər, qoydular Varovski. Varovski'dən sonra da qoydular indi gənə Şahsevənlər. Qabaq da Şahsevənlər olubdur, sonrasından da. Bu Eminbəyli yoxdur belə? Eminbəylinin özü Şərəfxanlı sayılır. Oradan bəri düz belə getdim bu yan Daşlı küçə deyirlər bu şeyə çıxır, tükənlər zat qariblər burada indi düzəldilər. Bax, oradan Şahsevən sayılır, Şahsevən. İndi kimi dili yoxdur, Şahsevən deyir, kimi Şahsevən deyir. Bax, belə. Hazırki Şahsevənlər küçəsi isə Aşıqlar, Mikail Müşfiq, Şəddadilər, Məmməd Səid Ordubadi və Eminbəyli küçələri ilə əhatə olunub. Şahsevəndi, buranın adı Varovski idi. Qoy onu deyim əvvəlcə. Siz uşaq olardınız. Bax, o, bunun Şahsevən adını dəyişməyini Fərrux dəyişibdi. Bax, gedib, özü neril ki, bu Varovski kimdir ki, inqilabçı bir o vaxt şey olan adam olubdur. Biz niyə özümüzün keçmiş adlarımızı dirçəltməyik? Bax, o, bu Şahsevənin adını təzən Şahsevən eləyən, bura bütün bu bölmə bir Şahsevəndir. Şərəfxandan bu yana, belə Toyuqçuya qədər Şahsevəndir bura. Amma buranı Varovski qoyladı bu küçəni. Şahsevən onu Fərrux qoydu. Məhəllənin Şahsevənlər adlandırılması, ümumiyyətlə Şahsevənlərin kim olması ilə bağlı bəzi məqamlar diqqət çəkir. Maraqlıdır ki, Şahsevənlər Azərbaycanlıların etnogenini təşkil edən etnik qruplardan biridir. Onlar əsasən Cənubi Azərbaycanın şimal-şərqində, Savalan və Qarasu çay sahillərində və qismən də Şimali Azərbaycanda cəmləşiblər. Məhəllə qızılbaşların məşhur tayfalarından olan Şahsevənlərin adındandır. Maraqlıdır ki, Bosfort məhəllənin adının ifadə etdiyi məniyə toxunarkən, şaha sədaqət andı içən türkmən tayfa qruplarının iltifatla belə adlandırıldıqlarını qeyd edir. Şahsevən tayfasının yaranması isə Böyük Şah İsmayıl Xətainin hakimiyyəti illərinə təsadüf edir. İskəndər Münşinin məşhur Tarixi Aləm Aray-ı Abbasi əsərində bu haqda daha maraqlı və ətraflı məlumat verilir. Məhəllələrdən dediyim kimi ən mühüm rol oynayanı Şahsevənlər məhəlləsidir. Şahsevən, bəli, burada yerli dialektdə onu Şahsöyən də deyirlər. Amma ümumiyyətlə o Şahsöyən deyil, Şahsevəndir. Şah İsmayıl Xətai bildiyimiz kimi Azərbaycanda milli dövlətçiliyin, Azərbaycanda ilk dəfə Azərbaycan dilli, Azərbaycan dövlətinin banisi qoyub və bu dövlət özü
Şiə dövləti olduğuna görə, yəni şiəliyi yaydığına görə Şah İsmayıl Xətai öz tərəfdarlarını, o şiələri müdafiə etmək məqsədi ilə öz tərəfdarlarını, ona xidmət edənləri istər Azərbaycanın, istərsə də işğal elədiyi ərazilərin çox hissəsinə göndərir və həmin adamlar da şaha etibarlı qulluq elədiyinə görə, sədaqətlə qulluq elədiyinə görə onlara şah sevən deyirlər. Yəni əsas məsələ burada şah söyən yox, şah sevəndir. Orada o vaxt şah İrandan gəlib olar. 15-ci Zadovda qurdurublar. Sonradan oranın adını qoyurlar şah sevən. Şahsevənlərin kim olması ilə bağlı bir fikir də diqqəti cəlb edir. Maraqlıdır ki, qızılbaşlılara qarşı vuruşan Ağqoyunlu hökmdarı Əlvənd Mirzə Şah İsmailin yaxın adamlarından olan Seyid bəy Kəmunəni quyuya saldırır. Lakin o quyuda çox qalmır. Şahın bir qrup əskəri tərəfindən azad edilir. Məhz bundan sonra Şah İsmailin bu əskərinə Şahsevən adı verilir. Bu hamısı Şah İsmayıl Xətaidən gələn şeylərdir. Yəni bəli, onlar bu məhəlləyə köçürülənlərin əksəriyyəti Şah İsmayıl Xətaiyə sədaqətlə qulluq eləyən əskər və demək olar ki, indiki dildə desək zabitlər olmuşdu ki, onlar da şiəliyi həm yaymışlar, həm də müdafiə eləmişlər. İstər xarici düşmənlərdən, istər daxili düşmənlərdən. Ki, kimsə bunların əgər işinə müdaxilə eləsə, yəni onların imkanları olsun ki, onları müdafiə eləsin və buna görə də onlara qəhrəmanlar demişlər. Sonralar dəfələrlə şahsevənlər bu ada layiq olduqlarını sübut edirlər. Azərbaycanla yanaşı şahsevənlər Şimali Azərbaycanda da çox geniş ərazidə yayılıblar. Abşeron, Talış bölgəsi, Şəki, Şuşa, Ağcabədi, Kürdəmir və Beyləqanda eyni adlı toponimlərin indi də qalması bu amili sübut edir. Şahsevənlərin Gəncəbasara köçürülməsi isə Böyük Şah Abbasın adı ilə bağlıdır. Məhəllə sakini, əslən şahsevənli olan mərhum İsrafil Baba məhəllə sakinlərini bir yerə yığıb bu haqda belə danışardı. Vaxtilə Şah oğlu Şah Abbas 200 nəfərdən ibarət şahsevən ailəsini bir yerə toplayır. Onlara otlaq sahəsi kimi Alməmmədlidə böyük bir torpaq paylayır. Bu fakt Qafqazdakı Rusiya mülklərinin icmalı əsərində də təsvir olunur. Maraqlıdır ki, Şah Abbas burada şahsevən sakinlərindən öz igidlikləri ilə fərqlənənləri bir yerə toplayardı və özünə dayaq yeri yaradardı və tədricən şahsevənlər bu ərazidə böyük bir tayfa halında məhəllə şəklində formalaşırlar. Bəzi tarixçilər deyirlər ki, şahsevənlər Şah Abbasın vaxtında Azərbaycana köçürülür, Gəncəyə köçürülür. Amma mənim zənnimcə, yəni mənim özümün şəxsi fikrimcə, şahsevənlər Şah Abbasa qədər Gəncəyə gəliblər. Çünki əsas məsələ, bilirsiniz, söhbət nədən gedir? Yəni, Şah İsmayıl Xətai özü şiə dövləti yaratdığına görə onun əsas məqsədi şiəliyi yaymaq olmuşdur. Və şiəliyi yaymaq da ehtimal var ki, yəni bu özü o şahsevənləri Azərbaycanın bütün ərazilərinə göndərmişdi ki, şiəliyi yaysınlar. Ona görə mənim zənnimcə bunlar Gəncə yerini dəyişənə qədər, yəni Şah Abbas Gəncəni indiki yerinə köçürənə qədər Gəncədə bunlar olmuşlar, yaşamışlar. Beləliklə Şah Abbas hakimiyyətinin möhkəmləndirilməsinə təminat yaradır. Şahsevənlər öz igidlikləri və qoçaqlıqları ilə fərqlənirdilər. Şah Abbas da məhz buna görə onlara güvənirdi. Şahsevən qvardiyasının pəhləvanları hər yerdə məşhur idi. Gəncədə yerləşdirilən şahsevənlər burada böyük bir məhəllədə məskunlaşırlar və oturaq həyata başlayırlar. Məhəllənin sakinləri əsasən dəmirçilik, dabbağlıq peşəsi ilə məşğul olurdular. Yerli sakinlər indi də Dabbağ Kərbəlayı Aslanı, Dabbağ Əlini, Muxtarı, Məhəmməd Həsən kişini gözəl xatırlayırlar. Maldarlıqla, qoyunla, quzuyla, baldan, heyvanla dolanır, əkinlə. Şahsevən məhəllə sakinləri əsasən sənətkarlıqla məşğul olmuşdular. Burada belə deyək, bıçaqçılar, yəni bıçaq itiləyənlər, şüşə salanlar, ondan sonra məscilər deyirlər, yəni ayaqqabı tikənlər və bir sıra demək sənətlə məşğul olan adamlar olmuşlar. Hər bir məhəllənin özünün də ağsaqqalları olmuşdu və bu ağsaqqallar
çox qəribədir ki, ağsaqqallar deyən söz həmin məhəllə sakinləri üçün qanun olmuşdur ki, bu da şərq aləminə, müsəlman aləminə xas olan bir xüsusiyyətdir, çox gözəl xüsusiyyətdir. Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən şahsevənlər sonralar Azərbaycanın siyasi həyatında da mühüm rol oynayıblar. Ərdəbil, Muğan, Qəzvin və başqa ərazilərdə şahsevənlərə böyük torpaq sahələrinin verilməsi ilə bağlı fikirlər söylənilir. 19-cu əsrdə isə şahsevənlər oturaq həyata keçiblər. Onlar maldarlıq, toxuculuq, qismən də əkinçiliklə məşğul olurdular. Şahsevənlərdən onlarla tayfa, tirə və qol ayrılıb. 1804-cü ilin mayında, yəni Rus işğalından sonra şahsevənlərdə 87-si kişi, 75-i qadın olan 162 nəfərdən ibarət 46 ev qeydə alınıb. 1916-cı ildə isə bu məhəllədə 831 ailənin yaşadığı göstərilir. 19-cu yüzilliyin ikinci yarısında şahsevən sakinləri əsasən sənətkarlıqla məşğul olurdular. Burada bıçaqçılar, mərdçilər, daylaqlılar, papaqçılar, davaqçılar və s. bu kimi sənət, peşə yönümlü nəsillərin nişanələri indi də qalmaqdadır. Papaqçılardan Əli kişi, mərdçilərdən Kar Qasım, Hilal kişi, onun bacısı uşaqları Kərim, Camal bütün Gəncədə məşhur olublar. Küçələrdə adlar da var, bıçaqçıların filənkəsi, davaqçıların filənkəsi, sənətkarlıqla, bax belə şeylərlə. Nə bilim, amma kətdöylə deyəm, əkinçiliklə məşğul olub, qadın alıb. Ən çox bunlar sənətlə məşğul olublar. Bunlarda olubdu dəmirçilər, Dilə mənim atam, ondan papaqçılar, ondan sonra cansa söyləsin, bu məhdcilər, ayaqqabıya tikənlər olubdu. Öyle bir axır. Hamısı onlar bizim kimi yox ha. Onlar ən cavanı ölən 90-100 yan. Mənim burada bu dədəm xalası olurdu. 130 yaşında öldü. Ona mən bir dəfə dedim ki, dedim ay nənə, mənim axılım gəzmir də. Dedim nənə, sən hava qoyacaqsan. Dedim canı qoysun. Dedim canı, deyəm ay mənim axılım gəzmir də. Rəhmətkar var. Yox, burada da çox ömürlü kişilər olub, Allah'ın olsun. Məscid həyətini təşkil edən kiçik məhəllə meydanında qoşa şaxsöyən kəhrizi çıxırdı. Məhəllə sakinləri kimin gücü nəyə çatırdısa, pul yığıb ümumməhəllə hesabına bu işin öhdəsindən gəliblər. Şaxsöyən kəhrizi daş körpüdən başlayıb Gəncəbasarın Sərkar kəndinə kimi gedib çıxırdı. Suyun sutqasını 20 manata satıb məhəllənin ehtiyaclarına sərf edərdilər. Şaxsevən bağlarını suvarmaq üçün həm də Qara Arxın suyundan istifadə edilirdi. Qara Arxı Qıllılar məhəlləsindən keçərək onun quzey qurtaracağında dəriyə tökülürdü. Məhz buna görə bu yerə və məhəlləyə Su Tökülən məhəlləsi deyilirdi. Su Tökülən məhəlləsi ilə Şaxsevən, Qıllılar və Toyuqçu məhəllələri arasında Su Tökülən qəbirstanlığı yerləşirdi. Qəbirstanlıq Qara Arxın axdığı Dayaz dərə ilə iki hissəyə bölünürdü. Dərənin gün batan tərəfi Şaxsevən, Qıllıların gün çıxan tərəfi isə Toyuqçu və Qaramanlı cəmaatının qəbirstanlığı hesab olunurdu. Su tökülən, bax bu gördüyüm qəbirstanlıq. Bu su tökülən qəbirstanlıq bu ərazinin qəbirstanlığı olur. Burada Gəncədə çox qəbirstanlıq olur. Buradır, Səbiskardır, bazarın yeridir. Ondan sonra bu Konya'da çıxdığımız yerdə Pusatçı ızanələr tikilib, onun yeri qəbirstanlığı idi. Su tökülən olur, indiki Şamxor avtovazqalı olubdu, ora olub su tökülən. Qəbirstanlıq idi, su tökülən idi. Onun o tərəfi bütün beləsinə bu, nə deyirlər, Komsomol bağının qutaracağına kimi, Komsomol bağının qutaracağına kimi yolun o tərəfi, Nizami küçəsinin ağrı keçəndə hamısı bağ idi. Üzümlük bağı, üzüm bağları idi. Şaxsevən məhəlləsindəki yaşayış evləri Şəhristandakı əksər evlər kimi günbəzli, möhrə, kürsülü, eyvanlı və anəbətli evlərdən ibarət idi. Şaxsevən, Toyuqçu, Su Tökülən məhəllələri arasında Qıllılar məhəlləsi yerləşirdi.
məhəllənin bəzi əsas xüsusiyyətləri onun məhəllədən çox küçə kimi xarakterizə etməyə əsas verir. Bununla belə, Gəncənin yaşlı sakinlərindən heç biri onun nə şaxsöyən, nə toyuqçu, nə də su tökülən məhəllələrinə aid etmirlər. Məhəllənin adı qıllı sözündən götürülüb ki, bu da Gəncə dialektində qaba, kobud, nadan, qanmaz anlamı ilə əlaqədardır. Lakin yerli və yaşlı məhəllə sakinləri belə düşünmürlər. O vaxtı cəmaat oğurluqla məşğul idi. Gedərmiş, çaparmış, talayarmış, gətirərmiş gələndə bu bizim küçüyona görə qıllılar deyiblər. Hamısını qıllılar əlindən alırmış. Gələndə deyildi, biraz qaraqdan gedək. Qıllılar bizim əlimizdən alırlar. Çatdıqlarını, talardıqlarını bizim küçü gələndə hamısını əlindən alırlar. Bunlar gəldi olublar. İndi o bir sözü deməklə mümkün deyil. Deyərsən ki, belədir. Dalaşqan olublar sizin əlinizdə. Belə, orada burada az çıxardıblar. Bir yerə gedəndə deyirlər, ha, bu şahsiyonlar deyir, bunlardan biraz gen gəlmək lazımdır. Müəyyən küçələrə baxanda. Burada bizdən yaxşı oğlanlar olur, mərfətli insanlar olur. Hamı tələf oldu, getdilər də. Ola bilsin ki, bu tirənin üzvlərindən biri və ya bir neçəsi Gəncədə belə bir ucuz şöhrət qazanıb. Bu da onların təəssübünü verməyən bütün tirəyə aid edilib. Hər halda bizim bu fikrimiz həmin toponim haqqında son söz hesab olunmur. Bu barədə aparılacaq araşdırmalar bəlkə də daha səlahiyyətli və obyektiv nəticələrə gətirib çıxara bilər. Şahsevənlər məhəlləsi ha belə öz aşıq sənəti ilə məşhur olan ozanları ilə də tanınıb. Əbəs yerə deyil ki, bu küçə Şərəfxanlı küçəsi vaxtilə Aşıqlar küçəsi də adlanıb. Aşıqlardan Qaraçoğlu İbrahimin, Aşıq Qaranın, Aşıq Zeynalın, Aşıq Usubun, Aşıq İsmailin adını çəkə bilərik. Şah Pərdə və Misri kökündə şahsevənlərin adı ilə bağlı olan Şahsevəni Aşıq havası bu sənətkarların sevdiyi ən gözəl saz havalarından biri olub. Orada aşıqlar var idi. Aşıqlar var idi. Orada aşıq çox idi. Aşıq Zeynal idi. Qaraçoğlu Rübahamı idi. Bax, bunları yadıma gəlir. Ya oranın iqtidar quruşunu qoyanda, o küçəni salanda bir neçə aşığın vasitəsilə salınıb, ya öz adlarına qoyurlar, Aşıqlar küçəsi. Və yaxud da orada ola bilsin ki, aşıq çox yaşayıb ona görə. Ayrı nə ola bilər ki, aşıqlar. O demək ki, o küçənin ki, adına aşıq olur, orada aşıqlar çox olur da yəqin. Şahsevənlər məhəlləsi həmçinin istər elm, istər idman, istərsə də digər sahələrdə çalışan şəxsiyyətləri ilə də məşhurdur. Bu insanlar nəinki məhəllənin, nəinki Gəncənin, hətta Azərbaycanımızın ictimai həyatında mühüm rol oynayıblar. Məhəllənin salib seçilən insanlarından biri İsaq Əlioğlu Cəfərovdur. O hələ kiçik yaşlarından idmana, onun güləş növünə böyük maraq göstərib. Bu ona ulu babalarından keçib. İsaq müəllimin ulu babası Cəfər kişi Şah Abbasın sərkərdəsi və pəhləvanı idi. Ətrafda ona batan, arxasını yerə vuran pəhləvan tapmaq mümkün değildi. Nəsil ənənəsini davam etdirən İsaq Cəfərov Respublika yarışlarında bir qayda olaraq mükafatçılar siyahısında olub. Daim çempion adını qazanıb. İsaq Cəfərovun bir çox tanınmış qəhrəmanlara qalib gəlməsi çoxlarının yadındadır. O iş vaxtları, uşaq vaxtlarından, körpə vaxtlarından idmana maraq göstərmişdi. Bu təbii ki, onun qanında olmuşdu. Onun ulu babası Cəfər kişi Şah Abbasın sərkərdələrindən, pəhləvanlarından olmuşdu. Bu təbiidir ki, İsaq müəllim də özünü büruzə verə bilməzdi. İsaq müəllim Şahsevənlər məhəlləsində gənc vaxtlarından özü məşqçilik fəaliyyətinə başlayandan sonra Şahsevəndə, Gəncədə belə deyək də, Şahsevənlərin özündə də uşaqlar kiçik vaxtlarından ancaq dava ilə, bir-birlərinə mübarizə aparmaqla belə üstünlüklər əldə etmişdir. Ancaq İsaq müəllimin bu uşaqları idmana cəlb eləməsi Gəncədə, Şahsevəndə idmanın təməlini qoymuşdur. Bundan sonra bəli, Gəncədə mübarizə, əvvəlcədən Gəncəlilər mübarizə olmuş, bu tarixən hamıya məlumdur. Bundan sonra Gəncədə idman getdikcə böyük inkişaf eləmişdi. İsaq müəllimin
Şahsevənlər məhəlləsindən qeyd edeyim əvvəlcə. SSR çempionu Rəhim İsmailov, SSR çempionu Çingiz Quliyev, Könül Cəfərov SSR çempionu, Fəxrəddin Əliyev, Telman Əliyev, Pənah Hüseynov, Elman Əliyev və bundan başqa bir çox pəhlivanlar yetişdirmişdi. Bunlar şahsevənlər olmuşdu. Güləşçilik fəaliyyətinə son qoyduqdan sonra İshak Cəfərov məşqçi kimi fəaliyyətə başlayıb. SSR çempionu Çingiz Quliyev, Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov, Ziyabil Abbasov, Səməd Şahniyarov və başqaları İshak Cəfərov məktəbinin yetirmələridir. Onun böyük səyi, çalışqanlığı, vəzifəsinə məsuliyyətlə yanaşması nəticəsində tələbəsi Aydın İbrahimov dünya çempionu adını qazana bilib. Onu da qeyd edək ki, Aydın İbrahimov dünya çempionu olan ilk Azərbaycanlıdır. İshak Cəfərov Azərbaycanın SSR əməkdar məşqçisi adına layiq görülənlərdən biridir. O tək idmançı kimi deyil, mənəvi cəhətdən saf, təmiz bir insan kimi də məhəllə sakinləri tərəfindən xatırlanmaqdadır. Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şahsevən məhəlləsinin digər addımlı adamlarından idmançı Firuddin Həsənovun, kimya elmi sahəsində mütəxəssis olan İsfəndiyar Aslanovun, Abuzər Cəfərovun, kənd təsərrüfatı elmləri namizədi Cəbrail Hüseynovun, Mövsüm Bağırovun, Əmir Quliyevin də adını fəxrlə çəkmək olar. İsfəndiyar Aslanov, mərhum Abuzər Cəfərov. Bunlar ikisi də mənim əmimdir. Bunlar ikisi də İsfəndiyar müəllim də Abuzər müəllim. İsfəndiyar müəllim Gəncə Dövlət Pedaqoji Universitetində professor olmuşdu. Uzun müddət prorektor, 20 il prorektor vəzifəsində çalışmışdı. Abuzər müəllim də kimya elmləri namizədi. Bakı Aşqarlar İnstitutunda kimya laboratoriyasının müdiri olmuşdu. Bunlar ikisi də mənim atamla birlikdə uşaq vaxtlarından idmanla məşğul olmuşdu. İsfəndiyar müəllim də Abuzər müəllim kiçik qardaş olub, lap körpə olubdu. Gedib onlara həmişə danışırdı ki, mən gedib onlara güləşməyinə qıraqdan baxırdım. İsfəndiyar müəllim isə atamla birlikdə lap kiçik vaxtlarından güləşməyə başlamışdı. Demək olar ki, onlar bir-birlərindən güləşərək irəli getmişlər. İsfəndiyar müəllim özü də Respublika mükafatçı, Respublika çempionu olmuşdu. Abuzər müəllim də. Tək Şahsevən məhəlləsi deyil, bütün Gəncə vətəndaşları bu şəxsiyyətlərin adı ilə fəxr edirlər. Hər zaman bu görkəmli elm xadimlərindən söz düşəndə fərəhlənir, onlarla öyündüklərini gizlətmirlər. Gəncənin tarix yaddaşı kitabının müəllifi, 32 yaşında dünyadan vaxtsız köçən, tarix elmləri namizədi Fərrux Muxtaroğlu Əhmədov da bu məhəllənin yetirməsidir. 1988-1990-cı illərdə yazdığı monoqrafik tədqiqat əsəri ilə Gəncə tarixində misilsiz iz buraxan Fərrux Əhmədovla bağlı bəzi maraqlı məqamlar anası Zibər xalanın xatirələrində indi də yaşayır. Özünü tələsik müdafiəsinin adı qoydu, tədqiqatını qoydu. O Gəncənin tarix yaddaşı adında kitabını yazıb qoydu. Mənə görə də çox adamlar yazıb bu haqlarda belə. Amma elə bil Fərruxunkindən dəqiqi yoxdur. Fərruxunkindən dəqiqi yoxdur, mənə elə gəlir. Oxuyanlar da elə deyir. Elə deyirəm bu, valla ayrı nə bilim, daha nə idi ki, heç nə öyrənməmişdi, ömrünü, gününü, cavanlığını təsir elədi o yazılara. Getdi dünyadan, mən də yandırdı, döydü, özü də cavan getdi. Nə deyim, bilmirəm. Elm mərkəzi işləyirdi o, Kiyevə getməmişdən. Orada işləyirdi, orada çox hörməti vardı onun. Orada nə qədər deyir, tribunaya çıxıb çıxış eləyənlər olanda səs-küy dünyanı ötürərdi. Axşam deyir, el adam var idi orada, laf belə görkəmli olan zadı. Deyirdi ki, Fərrux, gəl sən danış, sakitlik ol. O tribunadan danışanda hamının elə sakit dinləyərdi, maraqla. Ari heç nə bilmirəm, nə eləyə bilərdi daha o. Ancaq oxumağa vaxtını səhv eləmişdi. Ancaq ora-bura qaçırdı ki, bir iş görüm, bir şey eləyim, eləyəmədi. Yarımçı qoydu getdi hamısını, nə bilim qadınları. Şahsevənlər məhəlləsi də tarixilik baxımından öz qədim binalarının zənginliyi ilə seçilir.
Buradakı binaların əksəriyyəti Gəncə Memarlıq Məktəbinə xas olan qırmızı kərpicdən inşa edilib. Bunu addımbaşı hiss etmək olar. Gəncənin bir çox məhəllələrinə xas olan Məscid Amilindən Şahsevənlər məhəlləsi də yan keçməyib. Şahsevən məhəlləsinin ərazicə böyüməsi, ailələrin çoxalması məhəllə məscidinin inşasına ehtiyac doğurub. Sakinlərin tələbatını ödəmək üçün 1880-ci ildə milli memarlığımızın orijinal nümunəsi olan Şahsevən məscidinin tikintisinə başlanılır. Məhəllə ağsaqqalları Xəlil Hacı Süleymanoğlu, Mirzə Əhməd Hacı Adıgözəloğlu, Məhəmməd Qədimoğlu, Kərbəlayı Məmməd Abbasoğlu, Məşədi Kazım Məşədi İbrahimoğlu, Kərbəlayı Musa Hacı Məmmədoğlu, İbrahim Qafaroğlu, Nağı Hüseynoğlu məhəllə cəmaatını bu işə səfərbər etməklə xüsusi fəallıq göstərirlər. Şahsevən ağsaqqallarından Qulu dayının söylədiklərinə görə Təbrizli bir tat məscidin inşa olunmasına rəhbərlik edərdi. O məhəllə ağsaqqalları ilə məsləhətləşərək məscidin yerini müəyyən edir. Bunun üçün məhəllənin Quzey Günçıxanında bağlı-bağatlı bir ərazi seçilir. 1880-ci ildə artıq Şahsevənlər məhəlləsində məscid tikilməyə başlayır və qısa müddətdə, düzdür, orada biraz gecikmə halı olur, amma ümumiyyətlə məscid tikilir, istifadəyə verilir və bu gün də gözəl milli ornamenti olan bir məscid olaraq Şahsevənlər məscidi yaşamaqdadır, qalmaqdadır. Mən bunu eşitdiyimə görə, mən öz valideynimdən eşitmişəm, aradamdan yox. Mən valideynim deyib ki, bunu o vaxtı mənim babam, atam yox, atam güc çatmazdı. Ona görə ki, atam 95-ci ildir. Atam ondan bunu, o 82-də tikilib, 84-də qutarıbdır. O dediyi imkanlı adamlar, şəxsən imkanlı adamları, bir əl-qullardır. Burada o bana söyüm var, odur, mənim babamdır. Bunlar hamısı babamın atalarıdır. Bunlar hamısı birlə toplaşıb, sarmaya qoyub bu məscid tikdiriblər. 82-də başlayıb, 84-də də bu məscid qutarıbdır. Ondan sonra bu axır vaxtlardakı uçmuşdu. Belə bədbaxt halıydı. Onun da şey elədi. Həsən Həsənov Allah sağ eləsin, ömrünü uzun eləsin. Həsən Həsənov gəldi, bunun şeyi kərpişi Naxçıvandan gəlibdi. Naxçıvandan gəldi, elədi, bunu şey elədi. Ola o vaxt İrandan gəlib. Gəlib orada meçid satışdılar. Adını Şahsevən qoyur. O meçidə görə İranlılar onun adını Şahsevən qoyur. Maraqlıdır ki, o dövrdə tikinti üçün yer seçərkən həmin ərazinin əvvəlki vəziyyəti ilə ciddi maraqlanardılar. Qəbirstanlıq və uğursuz sayılan yerlərdən yan keçərdilər. Şahsevən məscidi də eyni plan üzrə tikilir. Tikinti materiallarının tədarik olunması üçün müsəlman kərpici sifariş edilir. Məhəllə cəmaatının 200 arabası ilə Gəncə və Quşqara çaylarından çay daşı və qum daşınır, bünövrə qazılır. Məhəllə ağsaqqallarından bir neçəsi çənə daşını özül boyu fırladıb bünövrənin künclərinə qoyurlar. Binəni basıb divarı 1 metrə qədər qaldırırlar. Binə yaxşı otursun deyə tikilən kvadratın içərisini su ilə doldururlar.
bundan sonra baş bənna yoxa çıxır. Gecə ilə qaçır Arazın o tayına. Hamı bir-birinə dəyər burada ki, bu kişi niyə qoydu, qaçdı, hara etdi? Deyəndə təzədən bir neçə aydan sonra deyir, kişi çıxdı meydana. Ay mı, il mi sonra çıxdı. Hamı deyir, söyündü, sən niyə buranı qoydun, qaçdın? Deyir ki, bu ağır şey üstündə duracaqdır. Bu oturuşmalıdır. Ona görə bildim, burada olsam, tələsik tikdirəcəksin. Mən qaçdım ki, qoy gözdən uzaq olum. Bu bina yaxşı otursun. Məlum olur ki, cəmaət tələsməsin deyə memar qəsdən Gəncədən uzaqlaşıb. Nəhayət 1882-ci ildə Şahsevən məscidi tikilib hazır olur. Bu məscid orijinal kompozisiya və konstruksiya həllinə görə digər məhəllələrdəki məscidlərdən fərqlənir. Məscidin minarəsi yoxdur. Minarəni məscidin quzey divarında özünə məxsus şəkildə tikilən, günbəzin lap yuxarı qurtaracağına kimi uzanan pillələr əvəz edir. İbadət zalı todandan və kişilər üçün ayrılan hissədən ibarətdir. Məscidin adı onu tikdirən məhəllənin sakinlərinin adından götürülüb. Şahsevən məscidinin memarının adını tarix öz yaddaşında saxlamayıb. Məscidin ibadət salonu kvadrat şəkildədir. Burada həmçinin köməkçi otaqlar da yerləşir. Şahsevən məscidindən uzun müddət dini abidə kimi istifadə edilməsi qadağan olunur. Lakin Sovet rejimi çökdükdən və ölkəmiz müstəqillik əldə etdikdən sonra məscid bərpa edilir və dini ayinlərini yerinə yetirmək üçün yenidən istifadəyə verilir. Bugün Şahsevən məscidi öz orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir. Məhəlləyə xüsusi yaraşıq verir. Bununla da Gəncənin daha bir məhəlləsinə, Şahsevənlər məhəlləsinə etdiyimiz səfərimizi başa çatdırırıq. Çalışdıq ki, doğma Gəncəmiz haqqında bəzi maraqlı məqamları nəzərinizə çatdıraq. Məqsədimizə hansı dərəcədə nail olduq, bunu elektron ünvanımıza yazacağınız fikir və rəylərdən biləcəyik. Daha bir qədim Gəncə məhəlləsində görüşənədək. Sağ olun. Çayından axır, göydən ulduzlar baxır, çiçəklərin